close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wastelands, through the highways, and on we'll go. İki qardaş kanalına xoş gəlmisiniz. Bugünkü video barəsində danışamayacağıq çünki ölü yuxudan 23 saat yarım yatmadıq. Videodaydıq, dağa getdik, çıxdıq. Ən başına getdik, çıxdıq, gəldik 5 barmağım. Bundan əvvəlki videoda görə bilərsiniz. Gəldik, 5 saat yatdıq da deyir. Ay yox, mən daha az yatdım. Mən durdum milyon saat düzəltməyə. Nəysə. İndi bugünkü video barəsində yolda danışarıq. Otostop barəsində olacaq. Azərbaycanda nə qədər işə yaradığını yoxlayacaq. Yola danışarıq, hə? Saat 6-ya qalıb 5 dəqiqə, saat yerəsin kamızı qıraq. İndi 7-yə çıxaq yola. Çıxaq görək nə olur, day. Yola çıxırıq, sumkayı yığaq, biraz yemək saat yiyək. Yola çıxanda sizə danışacağım, bərdaşım sizə danışacağım, sizə orada niyə gedirik, nə səbəbdən gedirik. Orada nə yiyəcəyik, hamısını sizə danışacaq. O biri video verilən dəqiqələrində hamısı məlumatlar. Biz yuxulu yox deyə danışamayıq. Video verilən dəqiqələrində danışarıq, davay. İndi sizə otostop barəsində biraz məlumatlar verək. Buna yazmışam. Biraz saatda gecikdik. Saat 7-nin yarısıdır. Biraz çox yatdıq. Arası 1-dən 6-ya qədər 5 saat, 4 saat yarım yatmış əslində. Çox deyirəm, o belə geçsində bizə. Bir-iki məlumatlar götürmüşəm, onları deyəcəm sizə. Dünyada ilk məşhur otostoplardan biri 1920-ci ildə bütün Avropa deməli gəzmişdi. Yəni elə olub başlayıb, 1920-ci ildə başlayıb, yəni deyilənlərə görə. Ta olmaqlardan, ha? Ha. Bəzi ölkələrdə otostop qanunidir hələ, amma prosto magistral bir yolda eləmək olmazsa, ancaq gərək kənd arası bəzi şeylərdə, ölkələrdə
Otostop edən sürücünün təhlükəsiz olduğunu anlamaq üçün ilk 10 saniyə davranışlarına diqqət edirlər normalda otostop eləyənlər. Otostop da eləməyin tümb kültürə deyilən anlayışı var. Baş barmağı qaldırmaq bir çox ölkədə universal otostop işləyir. Yəni belə bir şey. Başa düşdünüz də? İslandiya və Yeni Zelandiya dünyanın ən təhlükəsiz otostop ölkəsi arasında göstərilir. Bəzi insanlar illərlə yalnız otostopla dünya turu edib və 1 manat belə nəqliyyatı xərcləməyiblər. Elə bir şeylər olub. Həqiqətən olmuş şeylər də var. Otostop zamanı ən çox işə yarayan şey görünüş deyil, gülümsəmək və rahat davranmaqdır. Yəni, necə deyim, sürücüyə sən narahatçılıq ötürməməlisən ki, baxması ki, bu avaradır, bu təhlükəlidir, bəlkə üstündə narkotik vasitə var, bəlkə məni işləsələr və s. Gülməlisən, mülayim olmalısan. Səmimi olmalısan. Manipulyasiya eləməlisən də, görünüşlə manipulyasiya eləməlisən. Otostop zamanı ən çox şey yarayan şey görünüş deyil, gülüşdür, bunu dedim. Almaniyada bəzi sürücülər otostopçular üçün xüsusi dayanacaq nöqtələrindən istifadə edir. Bunu mən də bilmirdim. Bunu bilmirdim. Almaniyada bəzi nöqtələr var idi, imkanı pul olmayanlar üçün evki asfalt kimi bir şey, amma pul olmayanlar otostopçular üçün imiş. Qəşəng Almaniya xoşuma gəldi. Uzun yol sürən bəzi sürücülər yuxulamamaq üçün, bu düzdür. Bilərəkdən otostopçu götür, yəni yol yoldaşı götür ki, yuxulamasınlar, sıxılmasınlar, belələr də var. Söhbət açsınlar, söhbət edin, maraqlı olsun deyə. Sonra, otostop edənlərin çoxu deyir ki, ən maraqlı hissə yol deyil, maşında tanıdıqları insanlardır. Düzdür. Otostop sözün də mənası hardan gəlib? İstədiyim otostop, yəni otomobil stop, yəni dayan, avtomobil dayan. Otostop sözün mənası bilməkdir. Türkiyədə daha çox işə yaradığını düşünürəm. Almaniyada bu qədər çox şey yaradığını bilmirdim. Zelandiya və s. Nəysə, maraqlı bir şeydir. Sözün açığı bizi də bunu çəkmədə məqsədimiz nədir? Mən qardaşımla bir araya gəldiksə, əlimizə 1 manat verir, ya 100 manat, ya 1000 manat verir. Nə qədər verirsən verir, bir gün yox olacaq. Eynən belə bizim də pulumuz yox oldu, Bakı getməliyik. Necə gedək, video çıxaraq, həm də ki, evdə pul getməyək, elə video çıxaraq, otostopla gedək. Həm də bunu biz yoxlamaq istəyirik, görək Azərbaycanda bu işə yarayırmı, yoxsa mı yox. Belə bir şey də deyim, yəni bu qədər uzun yol yoxlamamışdım, bir dəfə yoxlamışdım, o da ki, gecə vaxtı saat 1-2-də sata çıxdım. Mən çox belə təsadüf, çox belə bəxtim gətirdi gəldim. Belə mən uşaq vaxtı imkan olmurdu gedib gəlməyə. Niyə olmadı? Utanmalı bir şey yoxdur. Mən otostopla gedib gəlirdim. 11 yaşımdan 15-16 yaşıma qədər. Bir görürsən bəzən olur, pulum olmur, məcburiyyət qarşısında otostopla gedirəm. Burada aid bir şey yoxdur. Yəni bunu görə sürücülərdən xahiş edirəm. Təbii ki də baxanda görünüşdə də sürücülər tərəfdən, həm pis tərəfdən də bilinir. Amma düz olan bir şeydir. Mənfi bir şey yoxdur. Mənfi bir şey yoxdur. Sən tərəfdə amma belə bir şey var ki, o bir də görsən iş heç nədən çıxır da, bir görsən saldın maşının üstündə narkotik vasitə, avanan biri, dələduzun biri gəlir sənə salır işə. Nə bilim, bir görsən ki, içkildi, qıraqdan belə yaxşı görsən, özünü aparır, maşın salsan, ağzını qatını dağıdır, danışan verir, nalay ifadələrindən istifadə edir, kobudluq edir, adam var, girir maşına razvoy edir, çıxarır, kəsici alət deyir ki, mənə bu qədər pul verməlisən, həyatda hər şey ola bilir, amma elə şeylə başlaşmaq olur, saxlamalarla başlaşmaq olur. Amma otostop çəkəndə anda olsanlar, çox vaxt xanımlar saxlayırdı, mən kimi məhətəqə almışam, bunların yeri, düz uşağı idim, yəni nə kim bir şeyin problemi edə bilərdim ki, mən də baxma da, sağ olsunlar, kişi kimi qadınlar idim, mənə saxlayırlar, aparırlar, Allah köməkli olsun, uşaq idim onda. Maraqlı gəlirdi mənə də, yol daha da maraqlı gəlirdi, məşqə daha maraqlı gedirdi. Yəni belə şeydir, qardaşımla da bir dəfə elə dinləmiz olur. Dənizə gedəndə. Necə ki, dəniz videosunda, bundan əvvəlki videoda dənizə gedəndə otostop çəkdik. Həm gedəndə, həm gedəndə. Amma bu qədər uzun yol Siyəzəndən bu arada, Siyəzəndən Bakıya edir. Siyəzəndən Bakıya neçə kilometrində doğru baxarsan telefonda. Şeydən sən bax. Qubadan 300-dür. Qubadan 300-dür. Siyəzəndən böyük 200 salılarlar. 200 kilometr otostopla görək nə qədər vaxtı gedəcəyik. Normalda biz nə qədər vaxtı gedirik, indi nə qədər vaxtı gedəcəyik. Vaxtları biraz müzakirə edib sizdən hamısını aydınlaşdıracaq. Görək nə kimi fərq göstərir. Azərbaycanda bu işə yarayır. Yəni necə hamısını sizlə bir yerdə yoxlayacaq, görəcəyik, öyrənəcəyik. Bizimlə qalın. İki qardaş kanalı sizə öyrədir, özü də öyrənir. Həm gəzir, həm gəzdirir. Bundan sonraki videolar daha da maraqlı olacaq. Bu da ki, bu arada videonun əvvəlində deyim, abunə olub, takip atıb, yorum yazmağı unutmayın. Sen ne bakış mesela? Kudri. Cakuj. Пока. Пока. Видишь, видишь? Güzel bir şey. Gel.
Maç. Getdi. Çək. Aga. Gönder. Bəs. Sağ ol elə. Bay bay. Nə üçün? Qol get. Abunu yapmayın. Bir də. Abunu manyak. Yox, qol get. Ha? Beğeniyorsun. Uyum. Beğeniyorum. Git həyatım, git. Bay. Aha, deməli sizə Bakıya getmə səbəbimizdən danışacağım. Deməli biz gedib orada getdiyimizdə bu nə hal-hazırda otostop video çəkirik. Çatdıqda bildiyim qədərilə ən böyük vulkan Palçıq vulkan dağıdır Azərbaycanın. Oraya getdik. Dənizdən tullama videosu çəkəcəyik. Malakanın gecə həyatı. Bizim bu gecə həyatı videomuz var, bilirsiniz. Amma o ev içində. Bir də Bakının gecə həyatını çəkəcəyik. Belə gedək. Çox da detay verməyim. Prosta bunu deyirəm ki, yəni biləsiniz ki, maraqlı bir şey var. Yəni bu kanalda bir takip edib, bir bəyənib, yəni izləməyə dəyər bir şey var. Yəni bu sizə deməyə çalışıram. Gedək hər videoda buradan keçirik çünki yolumuz burdandır. Trasa buradan gedirik. Belə. Az da var. Orada 50 liraydı orada. Sosial sərhədindəyik. Uşaqlar, bu arada tanımırsınız Sabranı. Bax, oranı çək. Emmi dostumuz var, O videosu oradan çəkmişdim. Bütün Azərbaycan demək olar ki, bunlar dairəsində olmuşdu. Bu arada səhv dediyim kimi, belə yorum yazdıran o mənasız suallardan birini də vermək lazımdır. Fikirləşib verərəm nəsə bunu. Şeydir. Birazdan qabaqda maşın otostop saxlayacaq. Ora gedəndə sizə deyəcəyik, saatı deyəcəyik, hamısını deyəcəyik. Məlumatlar verəcəyik. Bu arada lazımsız suallar 2. Heç yolda gedərkən kafe xəttlərinə basmamaq üçün xüsusi bir addım strategiyası qurmusunuz. Getdi. Yorumlara gözləyirəm. Bu maşın keçən videodakı bizi gətirən daydaydı. Hər dəfə gedir dənizə gəlir, hər səhər gedir gəlir. Nömrəsini çəkmək istəmirəm, birdən hoşuna gəlməz, istəməz birdən, icazəmiz yoxdur. Keçən dəniz videosunda yox da, gecə yuxusuzluğumuz başqa gecə vaxtı yuxusuz qalıq, yatımlığa o müddətdə nə ediriksə, onu çəkib paylaşdığımız video. Bundan əvvəlki 5 barmaqdır, 5 barmaqdan əvvəlki o videodur, onu deyirəm. Orada bizim şansımıza düşdü, oradan bir dənə maşın gəldi bizi. Başqa dayda var. Dayda düşdü, bu maşın keçəndə biz də 30'durdu. Bu maşınla bizi apardı şeyə. Dayının içinə. Belə. Məşq edir dayı. Bəxtimizdən maşın saxladı, indi maşından gedirik. Bir gün maşın dəyişdi, ikinci maşından gedirik. Saat 9-da evdə inşallah danışacaq. Gəldik çatdıq yol qırağına, buradan otostop çəkəcəyik. Belə, indi gözləyirik maşınlar gəlsin. Deməli, hal-hazırda saat, görürsünüz. Gözlə, bir həmən sənə deyəcəm. Hal-hazırda saat budur. Saat 8-də işləyib 24 dəqiqə. Otostopa başlanıldı saatı bu. Gələ indi kadrlasın qısacaq, maşın saxlayanda necə danışırıq falan. Yəni belə, gedək. Saat 8-də işləyib 24 dəqiqə, hal-hazırda fəaliyyətə başladı. Otostopa başladıq. Sürət magistral yoldur, 90'lıq yoldur. Görək elə burada. Saxlayana deyəcək ki, üstümüzdə pul yoxdur da, icazə olar biz gəlmək bəs yolun qalatmaq. Bu arada otostopa gücü çəkirlər. İndi sizə ətraflı məlumat verəcəyik. Hələ ki burada sağlaşırıq. Deməli, neçə dəqiqə işləyib? Saatı tam dənə dəqiq var. 8-ə işləyib 25 dəqiqə. 8-ə işləyib, belə kölgəsin 25 dəqiqə. Başladıq. Amizansa yetərim. Belə adam onun yeri gətirir var. Adam olur. Maşın saxladı, gedirik qardaşımları. Deməli, qardaşımla deməli 25-də sizə dedik başladıq, amma orada səhv oldu. Niyə? Çünki biz ekran YouTube'a qoymaq qapaq şəkli çıxarmalıydıq. Onun üçün bir dənə
maşın saxladı Pamuy Bakıya. Maşına dedim ki, bəs dayı üstümüzə pul yoxdur, həqiqətən yox idi. Saat. Düz 3 dəqiqəyə, 2 dəqiqəyə maşın tapdıq. 2 dəqiqə. Bilmirəm bu şansımızdandır, yoxsa Azərbaycanda da otostop yaxşı işləyir. Düzdür, bizim ölkədə belə deyim də, Azərbaycanda insanlar çox mülayim, çox səmimidir. Allah da şahidimizdir ki, yəni bizdə olan birlik, bizdə hər şey keçdiyimizdə namus, qeyrət, hər şey yəni öz yerində hörmətən. Yəni bu barədə onsuz da güvənirdim, onsuz da güvənirdim. Amma bu qədər tez inanmıyordum da. Nəticədə 2 ayda gedək, adam olaydı biz düşərik, biləm çörək pulu, zaman çörək pulu qazanır. Biz qısa olsa biz başa getməliyik, üstümüzdə pul yoxdur. Bir də sən canın sağ olsun deyir. Sənin pulun yoxdur, sənin deyir təmiz ürəyin var deyir. Mindir gedərik, zaman olmasan. Heç bir şeydə düşüb də, bu videoda belə çalışdığımız qədər epizodlar qoyacaq, qırıq-qırıq. Tam da belə yaxşı çəkilmir. 2 dəqiqə maşına düz indi Bakıya gedirik. Bakıdan sahil qəsəbəsinə otostop çəkəcək 2 nəfər. Vəsiyo. Deyəsən biz bu videonu da bacardıq. Pulsuz Sezəndən Bakıya deyəsən bunu da bacardıq. Videonun irəliləyən dəqiqələrində danışacaq inşallah. Nə sözü var ya? Yox, gedək Bakıda danışaq. Bakıda danışaq. Dayı saxlandı, burada içəriyə girdi. Qapı salmalıdı, bizə deyir kömək eləyək. O qədər kömək eləyib bizə. Dayı sağ olsun, insan adamdır. Kaş hamı belə qalardı. Çox gözəl, çox səmimi söhbətimizdə keçdi. Xoşuma ki, siz çəkim soruşmaya utandım. Çox yaxşı insandan bu oldu. Yəni, bu cür insandan qalmağı bizi, mənə deyim, çox fərəhləndirir. Çox sevindirici haldır ki, bu cür insanlar bizdə, bizim ölkədə də yaşayır. Belə, bəzəmləri kömək elədik. Sağ olsun, onlar da bizə kömək elədi. Buraya qədər getirdi. Gəl, olduğum yerdən keçirəm. Oranı göstərdi sada. Mən bax burada istərik. Biləcərdən. Gəldik, çatdıq. Bakıdayıq. İndi gedirik sahil qəsəbəsinə. Orada görüşürük. Başa düşəcəksiniz, yoxsa mən özüm deyim. Mən də desəm, eləcək kimi baxırsınız. Məncə hal-hazırda sizə vaxt verəcəm, like atıb, abunə olub, xoş yorumlarınızı yazmaqdan tam zamanıdır. Gözləyirəm. Məncə kifayət qədər vaxt verdik, indi gedək otostopa. İndi də bir dənə maşın çağırdı, bizi özü çağırdı, sağ olsun. Şeydir, tanışsaq dedi, gəl başlayı Vektor qırına aparım, sağ olsun. Vektor qırına da son bir otostopumuz qalır. İndi orada çatandan sonra bir də şey yazıyıq, məlumatdan yazıyıq. Göyə nə qədər vaxt əsasıyıq, falan hamısını seyirəsindən benzin. Biz bu arada Bakıya çoxdan çatmışıq. Hal-hazırda o sosialistiyə sahil qəsəbəsinə doğru gedirik. Yəni Bakının içindən də bir saatdır yol gedirik. Az var, bax çatdırmışıq. Zarafat hiç çatdırın. Çox sağ ol, Edayda. Pul qutardı, rayonda pul qutardı, onun üçün qaldıq burada. Necə çatdırıq da, bizim maşını yedik.
Rayondan gəldik, inanmırsınız. Hold me close till I get up. Time is barely on our Biz bu göyə side. girəndə biraz tədirgin idik ki, birdən alınmaz. Hə, biraz çəkinirdik. Niyə çəkinməz? Buna demişdim ki, gecə duraq, gecə qaranlıqda bəlkə saxlayarlar. Burada uzaq olub saxlamaqlansa biraz qeyri-mümkün yaxın bir şeydir. Sonra ehtimallar biraz yüksəkləşdirəydik. Dedik ki, biraz ameliyat qaldırdılar, yeməyə də 4 saat çıxdıq. Səndən də yaxın hər səhər çıxmışıq. Ha, belə, amma başardıq. Bu videonu da başardıq. Bu videonun sonuna gəldik. Bu videonu da alındırdı. Alındırdıq. Harsa 20 dəqiqəlik İmkansız daha bacardı. Hə, imkansız deyə bir şey yoxdur. Çətin var. Sadəcə Çətinlərin bir də şeyləri var. Faizlər məsəl üçün nə qədər çətin var. Bir var çox çətin, bir var biraz çətin. İmkansız deyə bir şey yoxdur. İstədiyiniz müddətdə hər şeyi bacara bilərsiniz. Əgər o istədiyiniz şey görünməz olmaq və yaxud uçmaq deyilsə, təbii ki də. Başqa sözün? Yox. Satdı, bunu da bacardı. Gələn videolarda görüşənədək. Hər həftənin 4-cü günü 21:00-da bizi izləməyi unutmayın.